Salam, gəlin OTK 11-ci sinifin sınavına baxaq. Sadə idi. Hər sualı təmkindən oxusaydınız və 2 dəqiqəyə, 1 dəqiqəyə yazsaydınız, əlavə vaxt da qalardı. Çünki çox sadə suallar olacaq, görəsiz qabaqda. İndi 31-ci sualdan başlayaq. Birinci deyir ki, 31-də. A ədədi 3 tam dövrdə 4-dür. Dövr nə deməkdir? Təkrarlanır. Çoxlu sayda 4-lər yazıram. B ədədində deyir ki, 3-dən sonra 13-lər təkrarlanır. Çoxlu sayda 13 yazıram. C ədədində də deyir ki, 3-dən sonra 20-lər təkrarlanır. Çoxlu sayda 20 yazıram və 3 nöqtəni qoyuram ki, davam edir. Təbii ki, biz demişik ki, bir-bir mərtəbə baxırıq. Burada hamısı 3-dür. Burada 3-dən sonra 4 gəlir. Deməli, daha böyük 4-dür də. Burada 1 gəlir, burada 2 gəlir. A daha böyükdür. Burada 4 gəlir 3-dən sonra. Burada 2 gəlir. Burada 1 gəlir. B də ən kiçikdir. A daha böyükdür, B də ən kiçikdir. A variantı baxın. B ən kiçikdir, A daha böyükdür. İkinci sual. ABC sağda çəkəcəm, çünki orada uşaq işləyib. 32. ABC üçbucağında B7 təm böləndir. Bir dənə BD çəkilib, gəlin onu çəkək sonra. AD çəkilib. Bir dənə də B-yə təm böləni çəkilib. Təm bölən sözünü görən kimi uşaqlar təm bölənin xassəsi var idi da. Sol böl sol, sağ böl sağ. Necə oxuyursunuz siz? Təm bölən sözünü görəndə biraz da qalınlaşdırım, çox nazikdir. Təm bölən sözünü görəndə nədir? Xassə. Sol böl sol, sağ böl sağ. Görə nə deyirdir? BD 4-dür, bura 4-dür. Y medianların kəsişməsidir. Medianlar kəsişəndə 2 böl 1 nisbətdə bölünmür. Yazıram 2, 1. 2K, 1K da yaza bilərsiniz. 2 ilə 1 də yaza bilərsiniz. Çünki onun nisbətdir. Gəlin K yazım ki, siz görəsiniz ki, doğrudur. AB parçasının uzunluğunu istəyir, bunu istəyir. Biz də indicə nə dedik? Təm bölən odur ki, sol böl sol, sağ böl sağ. Yəni, hər baxın, bu belə çəkilib də. Sol tərəfini sol tərəfinə böləsiniz, sağ tərəfini sağ tərəfinə böləsiniz. İndi gedirəm, yazıram. X böl 2K bərabərdir 4 böl 1K. Bərabərin hər tərəfindən K'lar gedir. Çarpaz vururam. X vur 1 bərabərdir 2 vur 4. X bərabər olur 8. Digər təxmin edəndə ki, bərabər tərəflidir, o səhvdir. Çünki bərabər tərəfli haqqında bir şey deməyib. Və ya bunun, yəni siz götürüb medianı da 4-4 yazırsınız, buranı da 8 götürürsünüz. Təsadüfdən düz çıxır. Təm bölənin xassəsinə əsasən 8 çıxır. Sol böl sol, sağ böl sağ. 33. Deyir, A ilə B sadə ədədlərdir. 2A üstə gəlsin 3B bərabərdir 13. Sadə ədədlər biz 2-dən başlayır. 2, 3, 5, 7, 11 və s. İndi gəlin qoyaq yerinə. 2-nin, A-ya 2 verim. 2 vur 2, 4. 4-ün üstə nə gəlm ki, 13 eləsin? 9. 3-ü nəyə vuranda 9 eləyir? 3-ə. Bildiniz, 4 üstə gəl 9, 13 eləyir. Bizə də deyir ki, A ilə B-nin cəmini tap. 2 ilə 3-ün cəmi 5. A variantı. Sadədir. Görsəniz, məsələn, bu 2 dəqiqəlik olmadı, daha tez oldu. 34-cü sual. Deyir ki, 8 ədədin ədədi ortası. Ədədi orta sözünü görən kimi nə yazırsınız? Cəm, böl, say. 8 nə deyir deyə 8-ə bölürəm, 18-dir. Bu ədədlərin arasından ədədi ortası 13 olan 3 dənə ədədi çıxartdılar. Sonra qalan ədədlərin cəmini istəyir. Gəlin hələ cəmi tapaq görək. 8 ədədin cəmi neçə idi? Cəmi 144 idi. Amma deyir ki, bu ədədlərin ədədi ortası 3 olan, baxın, ədədi ortası 3 dənə ədədin, ədədi ortası 13-dür. Onda o 3 dənə ədədin cəmini tapın da. Cəmi neçəymiş? 39. Deyir, çıxandan sonra yerdə qalan ədədlərin cəmi. Uşaqlar, ümumi cəm 144 idi. Bu 3 dənə ədədin cəmini də bildik ki, 39-dur. 144-dən 39-u çıxın. 105. Sadə sual idi. Qabaqda bunun başqa tipi olmalıdır, ya da topluda olmalıdır. Elə bildim o sualdır. Bu daha sadədir. Uşaqlar 8 dənə ədədin ədədi ortası 18 isə cəmləri 144-dür. Deyir 3 dənə ədədin ədədi ortası 13 isə cəmi 39-dur. Deyir bu 39-u çıx. Mən də çıxdım, cavab oldu 105. Sonra 35-ci sual. Bunu həqiqi ədədlərdə sizə yazdırmışam. Baxın görüm.
Ona görə deyirəm, qaydanı diqqətli oxu eləmişəm. Bax, kökçüyə nə yazdırmışam? 1,41. Bunun mütləq əzbərliyin kökçü nədir? 1,41. Buna görə yazdırmışıq. Uşaqlar yerinə indi qoymalıyıq. Kökçünün 1,41. Yazıram, çünki məndən tam hissəsini istəyir. A bərabərdir. Kökçü çıx 5. Biz də bilirik ki, uşaqlar, kökün içindən, modulun içindən daha doğrusu. Bu kök 2-dir, bu kök altı 25-dir. Mənfidirsə necə çıxırdı? Yerini dəyişib çıxırdı. Yəni 5 çıx kökçü olaraq çıxacaq. Bir də deyim, mənfi olanda, fərq mənfi olanda yerini dəyişib çıxırdı axı. Burada 5 kök altı 25 deməkdir. Kök 2-dən kök altı 25-i çıxanda mənfidir. Ona görə yerini dəyişib çıxır. Biz də indicə dedik ki, kök 2 1,41 deməkdir. 5-dən 1,41-i çıxanda, uşaqlar, belə çıxırsınız, diqqətli olun. 3,59 qalır. Deyir, bunun tam hissəsini tapın. 3,59-un tam hissəsini neçə eləyəcək? 3. Çox pis günay. Sən bunu səhv eləmişsən bir dənə. Həqiqi ədədlərdə sizə bunu bu dərs keçəcəkdim. Bildinizmi? Mütləq diqqətli olun. Sadədir. Sadəcə yadından çıxıb. Sonra 36. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün. Aha, kəsişməsi boş deyilsə, ən az nə qədər element var? Bir dənə. Kəsişməyə 1 yazıram. A çoxluğunda deyir 10 dənədir. Cəmi A yumrusu 10 dənədir. Biri buradadırsa, bura qaldı 9 dənə. Cəmi B yumrusu 8 dənədir. Biri buradadırsa, bura qaldı 7 dənə. Birləşmə bu üçünün cəmidir. A ilə B-nin birləşməsi 9, 1, 7 eləyir 17. Bu da doğru. Gəlin baxaq, 37. Deyir ki, eyni məntəqədən 2 eynanda 36 dəqiqədən bir düşürür. Çox tapırıq da. Biri 36 dəqiqədən bir, bir də 40 dəqiqədən bir həmin məntəqədə olur. Görək 30-a da 40-a da bölünən ədəd neçədir? 36-ya da 40-a da. Ortaq çıxarıram 4. 36-nı 4-ə böləndə 9, 40-ı 4-ə böləndə 10. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Böyüdürəm də, kiçik görəndə böyüdürəm. 9 ilə 10-un hasili 90, 4-ü 90-a vuranda 360. Yəni 360-cı dəqiqədə ikisi də həmin məntəqədə olacaqlar. Bura baxın görün. 38-i həmişə deyirdimi? Gör yazanmadığımız suala bax. Kimsə Günay sən düz yazmışsan. Deyirdimi, məxrəcdə 3 olanda 3-ə vurun, 5 olanda 5-ə vurun. Bildinizmi? Tam ədədə çevrilisi. Bizə də deyir ki, A-nın hansı ən kiçik tam qiymətli ifadənin qiyməti natural olar. Yəni məxrəcə vuracam. Gəlin hər ifadəni sadələşdirək. 36-da, 38-də. A vur 0,13, 1 tam dövrdə 3. Uşaqlar, burada da dövrdə 3-dür. Bir daha baxın. Dərs səliqəli yazım ki, göz nizamınla görəsiniz onu. Elə bunu 10 dəfə artırsam, 1 tam dövrdə 3 eləyəcək uşaqlar. 10 dəfə artırsam. Yəni aşağıdakı 10 dəfə böyükdür. Yəni ixtisar eləyirəm. Burada 1 qalır, bura 10 qalır. Bildinizmi? Aşağıdakı yuxarıdakindən 10 dəfə böyükdür. Yəni A vurulsun 1/10 verilib. Deyir A-ya ən kiçiyinə verə bilərəm. Onu ən kiçiyinə ilə ixtisar eləyə bilərəm 10-la. Ona görə A oldu 10. Əslində onun bütün misillərini deyə bilərəm. Yəni 10, 20, 30, 10-un artırın, 40 və s. Ən kiçik deyir deyə onu götürürəm. Aydındırmı? Aha, davam eləyək. 39. Uşaqlar kəsir görürük. Neyniyəcəyik? Çarpaz vuracağıq. Başqa yolu var bunun. Yazırıq. X üstəgəl 3y bölünsün 4x bərabərdir 2. Çarpaz vuranda x üstəgəl 3y bərabərdir 8x. 3y ilə burada saxlayaq. 8x-dən x-i çıxanda 7x. Ən kiçik halda y 7, x 3-dürmü? Çünki qarşılıqlı sadə ədədlərdir. Əslində bunların misilləridir. Qoyuram yerinə x üstəgəl y bölünsün x çıx y. X-in yerinə 3, y-in yerinə 7 qoyanda
10 böl mənfi 4. Biz də demişik ki, mənfini qabağa ata bilərik. Mənfi 10 böl 4. 10 ilə 4 ixtisar gedir. Mənfi 5 böl 2. Elə D variantı. Sonra uşaqlar 40-cı sual. Qarşılıqlı bucaqlar. Biz bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Bura baxın görüm. Qarşı-qarşıya yerləşən bucaqlarda yazıram 2x üstəgəl 4 bərabərdir. 3x çıx 18. Böyük tərəfə yığıram. 3x-dan 2x çıxanda bir dənə x qalır. 4-ün üstünə 18 gələndə 22 qalır. Deyir x-i tapın 22. Görürsünüz ki, heç, yəni bayaq deyirdik 2 dəqiqə, heç, məsələn 2 dəqiqə, heç 1 dəqiqə belə sürməyən suallar var. Sualın birini 2 dəqiqəyə normalda yazmalısınız, amma bəzi suallar var 5 saniyəlikdir. Deyir 40% gəlir. Neçə faiz? 140%. İlkin qiymət 100%-dir də. 140%-i 560 manatdır. Deyir 20% ziyan. Ziyan isə 80%. Bildiniz də gəlir də üstünə gəldik, ziyan da çıxırdı. X. Gözlə də görünür. Uşaqlar bu 4 dəfə artıbsa, bu da 4 dəfə artıb neçə olacaq? 320 manat. Çarpazda vurub tapa bilərsiniz, amma düz mütənasibdə gözlə görmək olur. Çarpazda vuran da cavab 320 yeyəcəkdir. 42. Görürsünüzmü? Bəzi suallar heç yarım dəqiqəlik belə deyil. 6 kvadrat metr xalça 9 günə toxunulursa, 8 kvadrat metrlik xalça neçə günə toxunular? Birinci düşünün, düzdürmü? Düzdür. Gündən say artdıqca daha çox xalça toxuyacam da. Yəni çarpaz vuracam. 6x bərabərdir 8 vur 9. Yəni 6x bərabərdir 72. 72-ni 6-ya böləndə 12. Yəni 12 günə. 43. Görürsünüz, arda-arda özü sadə suallar salıb. Düz bucaqlı, üst bucaqlının iti bucaqlarından biri. Biz demişik ki, düz bucaqlı, üst bucağın iti bucaqlarının cəmi neçədir? 90. İndi biri 32-dir. 32-nin üstünə nə gəlsən 90 eləyəcək. Deyir, o birisini tap. Təbii ki, 58. Gördünüzmü? Saniyəlik suallar var. Diqqətli olun. Aha, 44. Davam edək. Bura baxın görün, böyüdüm çünki aydın düşməyib. 44. Çox rahat bir şeydir, çox da rahat yolun deyəcəm. Bura baxın görüm. 1 böl A, 1 böl B deyir 5-dir. Uşaqlar, məxrəcdə bir dənə şey görəndə demirdim 1 bölüm. Bunu yadda saxlayın da. A-nı A-ya böləndə neçə eləyir? 1. 2-ni A-ya böləndə neçə eləyir? 2 böl A. Niyə 1 bölməmişsiniz? Çıx qoyuram. 6B-ni B-yə ifadədir uşaqlar. İfadə həmişə mötərizədə yazılır. 6B-ni B-yə böləndə 6. Mənfi 2-ni B-yə böləndə mənfi 2 böl B. İndi yazaq. 1 üstə gəlinsin. 2 böl A. Çıx 6. Üstə gəl 2 böl B. Uşaqlar 1-dən 6-nı çıxanda mənfi 5. Buradan 2-ləri ortaq çıxarımmı? 2-ləri ortaq çıxarsam, 2-ni çıxartdım, yerində 1 qalır da. 1 böl A üstə gəl 1 böl B. Alındı ki, mənfi 5 üstə gəlsin. 2 vur, 1 böl A üstə gəl 1 böl B-ni də şərtdə verib ki, 5-dir. 2 vur 5-də 10-dur. 10-dan 5-i çıxanda da 5 qalır. Diqqətli olun. Görün, başa düşdünüz? Yəni, sadəcə 2 böl A, 2 böl B-dən 2-ni ortaq çıxarmalıydınız. 1 böl A, 1 böl B qalmalıydı. Onda qiymətini verib də 5-dir. Belə. Sadəcə baxın, burada yerinə 5 qoyacaqdınız. Cavab öz-özündən çıxacaqdı. Sonra 45 ipin ucu buna aid topluda var idi. Günay çox pis. Və demişdim düşəcək. Necə işləmsiz? Nəyisə yarısı demirdimmi 2-də 1-dir? Uşaqlar, bütöv hovuz demişdim 1-dir. Yarı hovuz 2-də 1-dir. Bütöv yol 1-dir, yarı yol 2-də 1-dir. Bunu nə qədər demişdim? Baxın indi 45. İpin bir dəqiqə yerinə rahat. İpin vurucundan 4-də 1 hissəsini kəsdikdən sonra, uşaqlar, 4-də 1-ni kəsdikdən sonra ipin ortasına 6 sm yer oxuyamədim. İpin ucundan uzunluğun 4-də 1-ni kəsdikdə ipin orta nöqtəsi 6 sm yer dəyişir. İpin ucundan 6 sm 4-də 1-ni kəsdikdən sonra nə qədər qalır uşaqlar? 4-də 3-ü qalır. İpin 4-də 1-ni kəsmişik, 4-də 3-ü qalır.
Amma deyir ki, 6 sm yer dəyişib. Yəni üstünə 6 sm-də gəlsən, əslində yarı məsafə eləyir. Bir də cümləni Azərbaycan dilində oxuyun. Mən Azərbaycan dilində anlada bilmədim. İpin uzunluğunun 1/4 hissəsini kəsdikdə ipin orta nöqtəsi 6 sm yer dəyişir. Bax, orta nöqtəsi 1/4-ni kəsib 4/3 qalıb 6 sm-də yer dəyişir. Anladınızmı? Orta nöqtəsi 1/4 kəsildikdən sonra 6 sm yer dəyişir. Vəsə, həll eləyək. Həmişə ədəd sürətə vurulur da. 3x bölü 4 üstəgəl 6 bərabərdir x bölü 2. Bunları bir tərəfə yığıram, 6 burada qalır. X bölü 2-dən 3x bölü 4-ü çıxıram. Ortaq məxrəci 4-ə gətirirəm. 2x-dan 3x-i çıxdıqda Azərbaycan dilinin möhtəşəm olduğu üçün bir də baxın. 45. İpin uzunluğunun 1/4-ni kəsdilər. Nə qədəri qaldı? 4/3 qaldı. Və deyir, ipin orta nöqtəsi, yəni 2də 1-i, orta nöqtəsi 6 sm yer dəyişib. Orta nöqtəsi 6 sm o yana gedib. Axı, bax, kəsiblər, orta nöqtə ona görə biraz o yana gedib. İndi baxaq, sürəti sürətə vurum. 3x bölü 4, x bölü 2 üstə gəl 6. Ortaq məxrəcə gətirirəm. 3x bölü 4 çıxılsın, 4-də 2x bərabərdir 6, x bölü 4 bərabərdir 6. Onda parçamız neçə imiş? Çarpaz vurun, 24 sm. Bu qədər. Diqqətli olun, Azərbaycan dilində siz dəqiq oxuyun. Mən cümləni tutmadım. 4-də 1-in kəsdikdən sonra orta nöqtəsi 6 sm yer dəyişir. Belə. 46-cı sual. Deyir ki, A, B, C düz bucaqlı, üç bucaqlıdır. Deyir ki, AB 20-dir, AC 12-dir. Uşaqlar, 400-dən 144-ü çıxanda 256 eləyir, yəni bura 16-dır. AD deyir, tən böləndir. Tən böləndə bir dənə düstur var da, sol böl sol, sağ böl sağ. Bayaq da onu demişdi. Tən bölən deyən kimi, uşaqlar, bircə dənə xassəsi var. Sol böl sol, sağ böl sağ. Bizdən də CD-ni istəyir. Nəyi istəyirsə ona həmişə x deyirik. Ümumi uzunluq 16-dırsa, 16-dan x-i çıxırıq. Bu hissədə 16 çıxıq x-dir. Yazaq, sol böl sol, sağ böl sağ. Bərabərin hər tərəfindən eyni olanlar ixtisar gedir. Hər tərəfə 4-ü ixtisar eləsək, burada 3 var, burada 5 qalır. İndi çarpaz vursam, 5 dənə x bərabərdir, 3 vur 16 çıxılsın 3x. Yəni 8x bərabərdir 48, x-i tapıram 6. Bizdən də elə CD-ni istəyir 6. Diqqətli olun. Sonra bu yenə nazilləşdi. CD 6. Açıqlıqların sayını tapın. Açıqlığın sayı düsturunu hamı bilir. 2 üstü n. Uşaqlar 3 dənə elementdirsə 2 üstü 3. 2-nin kubu neçə eləyir? 8. Elə solda yazdım, baxın. Sonra ədədlər, bunu Günay yaza bilməmsən, çox pis deyir. 3 hissəyə bölünüb də 4K, 5K, 6K. Deyir ki, bunların arasından ən böyük ədəd, bu ədədin, yəni bütöv ədədin neçə faizidir? Ən böyüyü 6K deyil. 48-i yazıram Günay. 4K, 5K, 6K nisbətdə bölüb. Ən böyüyü 6K-dır. Ədəd özü bütövlükdə bunların cəmidirmi? Toplayın. 15K. Deyir 6K 15K-nın neçə faizidir? K-lar gedir. Hər tərəf 3-ə bölsən burada 2 qalır, burada 5 qalır. 100-ü 5-ə böləndə 20 qalır. 2-ni 20-yə vuranda 40 faizi. 48-də cavab olur 40 faiz. 49. Bunu sağda çəkəm. Burada da göstərə bilərəm. Sadəcə qız çox yazıb, belə solda yazaram. Deyir ki, belə bir xətdir. Belə bir xətdir. Bu necə çəkilibsə, deyir, buna paralel bir dənə də bir xət belə bir şey çəkilib. Paraleldir, deyir, ona görə paralel çəkməyə çalışmışam. Hə. Belə. Və belə bir xət çəkilib. Bunlar da buna paraleldir. Bu nöqtəni birləşdirək belə. Yəni şəkil bərbad hala salandan sonra çalışın qıraqda yenidən çəkin, çünki görmək olmur.
İndi deyir bura 30 dərəcədir. Bura 110 dərəcədir. ABC bucağını tapın, bu bucağı soruşur. Nə var ki, uşaqlar, bu xətti tamamlayın da. Tamamlayaq. Bu xətt deyir, görünməsə də gözlüyüm bir də göstərəcəm. Bu xətt deyir, buna paraleldir. Paralel xəttlərdə bilirik ki, bütün iti bucaqlar bir-birinə bərabər olur. Bütün kör bucaqlar bir-birinə bərabər olur. Yəni, bu iti bucaq 30-dursa, buradakı iti bucaq da 30-dur. Çünki paraleldir uşaqlar. Paralel, bilirsiniz nə var? Paralel xəttlərdə bu iti bucaq 30-dursa, bu paralel xəttlərin bütün iti bucaqları 30-dur. Yəni, bütün harada nə iti bucaq görsəz 30-dur. Harada da kör görsəz 150-dir. Bildinizmi? İndi bura 30-dur. Bu da paraleldir də. Burası 110-dursa, burası da 110-dur. Görürsünüz? Özü verib ki, AF bu CD-yə paraleldir. Bura 110-dursa kör bucaq. Bura da 110-dur. 110 ilə 30-u toplayın. 140. Üçbucağın daxili bucağı 180 eləməyin daxil. 180-dən 140-ı çıxın. 40 dərəcə. X-i tapdıq ki, 40 dərəcəymiş. Diqqətli olun. Bildiniz də. 50. Əbob, əkob məsələsi. Günay, çox biz. Yorulmusan deyəsən bura yaxın. Qarşılıqlı sadə ədədlərin əbobu həmişə nədir? Kiçildirəm. 1. Həmişə 1-dir uşaqlar. 3x çıx 11-i 1-ə bərabər eləməliydiniz. 3x olacaqdı 12. X-i tapacaqdım neçə? 4. İndi əkobu. Əkobu nədir qarşılıqlı sadə ədədlərin əkobu nədir? 2x üstə gəl 4. X-in yerinə 4 qoyun görüm. 8-in üstünə 4 gəlin 12. Əkobu nədir qarşılıqlı sadə ədədlərin? Bu ədədlərin hasili deyil. Hansı iki ədədin hasili 12 olacaq və sadə ədədlərdir? Bir dəqiqə, 1 ilə 12 deyil. Çünki 1 nə sadə, nə mürəkkəb ədəddir. 12 də sadə deyil. 12 başqa 2 ilə 6-nın hasilidir uşaqlar. 6 da sadə ədəd deyil. 3 ilə 4-ün hasilidir. Aha, ikisi də sadə ədəddir. Sizə deyir ki, 2 dənə sadə ədəd verilib. Deməli, 3 ilə, ümumiyyətlə, baxanda görünür də 12 hansı iki ədədin, sadə ədədin hasilidir, 3 ilə 4-ün. Deyir, bu ədədlərin cəmini tap. 3 ilə 4-ün cəmi 7. Yaza bilərdiniz. 51. Bostan 5-də 2-sinə payım 4, 4-də 1-dən xiyar, qalan 140 kvadrat metrinə. Deməli, 5-də 2-si ilə 4-də 1-i uşaqlar nəsə əkilibsə, toplayaq görək nə qədərdir. 20-də 8, 20-də 5, 20-də 13-ünə nəsə əkilib. Düzdür? 20-də 13-ünə nəsə əkilibsə, 20-də 7-si qalıb. O da deyir ki, qalanı 140-dır. 20-də 7-si 140-dır. Bostanın ümumi sahəsi bütün hissədə 1-dir. Bildiniz uşaqlar, 20-də 7 hissə 140 kvadrat metrdirsə, 1 hissə neçədir? X. Çarpaz vurub tapırıq. 20-də 7 X bərabərdir 140. X-i tapanda 140-ı 20-də 7-yə bölürəm. Böləndə tərsinə çevirib vururam. 140-ı 7-yə böləndə 20, 20-ni 20-yə vururam 400. Deməli, bütün sahə 400 kvadrat metriymiş. Yaza bilərdiniz, yazmamışsınız. 52. ABC üstbucağında üstündə yaza bilsəm yazacağım. Bura baxın görüm. AB BC-yə bərabərdir. Başınıza daş düşməsin. Bərabər yanlı sözün görən kimi. Deməmişəm, hündürlük bərabərdir, median bərabərdir, tən bölən sözün yazın. Çünki bundan mütləq istifadə olunur. Həmişə. Dondu. Deyir, DC 21-dir. AD 9-dur. BD-ni tapın. Biz necə taparıq? Mütləq nə edirik? Hündürlük edirik. Axı bu hündürlük həm də median olacaq. Median olsa 9 ilə 21-in cəmi neçədir uşaqlar? Bax, deyir 9 ilə 21 2 hissəyə ayrılıb da. 30. Hə? 30-u median kimi 2 dənə yerə bölün. 15, 15. İndi 21-in burası 15-dirsə, burası 6-dır. Özü deyir də, D-dən C-yə qədər 21-dir. Burası 15-dirsə, burası 6-dır. Uşaqlar, A-dan D-yə qədər də deyir 9-dur. Hə, onsuz yenə 9 ilə 6 görürükdə 15 edir. Bu da düzdür. Yəni, həqiqətən hündürlük həm də axı mediandır, baxın. 15-15 böldü. Həqiqətən də yoxladıq ki, bölünür. Düzdür. İndi bizə deyir ki, BD-ni tapın. BD-ni tapmaq üçün bunu tapmalıyam. Sonra BD-ni tapın. Bu Pifaqor teoremindən 289-dan 225-ə çıxanda nə qalır? 64, yəni 8. X-i tapdım 8. İndi bura 8-dir, bura 6-dır. Düz bucaqlı, üç bucaqdır. Pifaqor teoremindən B-də neçə olacaq? 10. Çətin deyildi.
Sadəcə o hündürlüyü bir dənə qayda bilməlisiniz. Bərabər yanlı sözün görən kimi hündürlük median tam bölə. Mütləq. Orada da 2 dənə düz bucaqlı üst bucaq alınır. Pifaqorluğun tapında. Cavab oldu 10. Çünki bizdən BD-ni istəyir. Bunu sizlə nə qədər danışdıq? Nəyinsə miqdarı dəyişmirsə və bir neçə bir şey veribsə, yazıram 53-ü. Birinə 100A deyin. Qarışdırmamaq üçün o birisinə 100B deyin. Deyir, baxın, duzdur, sudur. Duzla su birlikdə məhlul edir. Deyir ki, duzun miqdarını 10% artırıb, yəni 110A eləsək, suyun miqdarını 30% azaltsaq, 70B eləsək, ümumi məhlulun miqdarı dəyişmir. Həqiqətən də baxın, bərabər qoyduq. İndi həll edək. 110A-dan 100A-nı çıxanda qalır 10A. 100B-dən 70B-ni çıxanda qalır 30B. Hər tərəfi 10-a bölsəm, burada 3B, burada 1A. Göy quşağı qaydasından B 1 nisbətdədir uşaqlar. A 3 nisbətdədir. Bizə A duza demişdik. Gəlin qabağına yazaq ki, qarışdırmayaq. B də suya demişdik. İndi deyək ki, duzluluğun neçə faizdir? Duzu istəyirsə, duzu böləcəm, bütünə vuracam 100-ə də, hə? Uşaqlar, nəyinsə faizini tapanda siz məhlulu unutmayın. Məsələn, qızların faizini soruşanda qızları bütünə bölmürdük. İndi duzluluğu bütün məhlula bölüb 100-ə vuracam ki, duzluluğun faizini tapım. Duz dedik 3K-dır. Bütün məhlul 4K-dır. Görək 3K 4K-nın neçə faizidir? K-lar gedir. 100-ü 4-ə böləndə 25. 3-ü 25-ə vur, 75%. Deməli, 75%li tuturmuş. Anladınız mı? 54. Deyir 28 nəfərlik qrupda şagirdlər ona ingilis dilinə, 14-ü rus dilinə, 8-i isə heç bir fəndə getmir. Bizə həmişə heç bir fəndə gedənlər lazım deyil. Ona görə bu 28-dən bu 8 nəfər lazım olmayanı çıxırıq. 20 nəfər bizə, siz nə? Axı Euler-Venn diaqramını çəkəndə burada məşğələlərə gedən uşaqları qeyd edirəm. Məşğələyə getməyən uşağın Euler-Venn-in içində nə? Heç bir, yəni, işi yoxdur da, o qıraqda qalır. 8 nəfəri çıxıram, qalır 20 nəfər. 20 nəfərdən deyir uşaqlar, onu ingilis dilinə gedir, 14-ü rus dilinə gedir. Uşaqlar, axı 24 nəfər elədi. Halbuki bizə 20 nəfər olmalıdır da. Deməli, o 4 nəfər nə edir? İkisinə də gedir. Bildinizmi? Onu ingilis dili, 14-ü rus dili isə cəmi 24 nəfər uşaq eləyir, amma halbuki 20 nəfər eləməlidir. Deməli, 4 nəfər həm ingilis dilinə gedir, həm də rus dilinə gedir. Yəni, cavab oldu 4. Sonra 55 sonuncu sualımız. Sinuslar teoremi, utanın. Sinus nədir? Qarşı katet böl hipotenuz. Deyir 4 böl 5. Bu 5-dir də. İnşallah ki 5-dir. Mən 5-i oxşadıram. Uşaqlar deyir 4 böl 5 nisbətindədir. Yazıram. Qarşı katda yazıram 4K. Buraya yazıram 5K. Uşaqlar 4, 5, onda burada 3K-dır mı? 3K-dır. Deyir ki AB 15-dir. 5K 15-dirsə onda K neçədir? 3-dür. Bizə deyir üçbucağın perimetri. Üçbucağın perimetri 5K, 4K, 3K-nı toplayın. 12K. 12K, K-nı da tapmışıq 3. 12-ni 3-ə vurun. 36. Yəni üçbucağın perimetri 36 imiş. Heç nə uşaqlar. Cəmi dediyim kimi 2 dənə qeyri-adi sual ola bilərdi. Maksimum olsun 3 dənə. Yəni o üçünü yazmaya bilərdiniz. Qalan 22 sual su kimi idi. Saniyəlik də suallar var idi. Uğurlar.